Salam, xoş gördük sizlərə. Bu günlər Afrika ölkələri haqqında ümumi qısa məlumat verəcəyik. Afrika 4 yarımkürədə 3 işıqlanma qurşağında yerləşir. 4 yarımkürədə yerləşməsinin səbəbi həm ekvator xətti ilə, həm də Qrinviç meridianından kəsişməsi ilə əlaqədardır. Yəni şimal, cənub, şərq, qərb yarımkürələrində yerləşir. 3 işıqlanma qurşağında yerləşir. Tropik xəttlərin arasında böyük bir məsafədə yerləşdiyinə görə çox isti işıqlanma qurşağı, yəni tropik işıqlanma qurşağı. Daha sonra şimal mülayim və cənub mülayim işıqlanma qurşaqlarında yerləşir. Afrika materikində çoxlu ölkələr var, lakin bu ölkələrin çoxu 20-ci əsrin sonlarında müstəqillik əldə etmişdi. Yəni 20-ci əsrə qədər bu ölkələrin çoxu müstəmləkə ölkələri idi. Belə ki, 20-ci əsrin əvvəllərində yalnız iki dənə ölkə müstəqil idi. Liberiya ilə Efiopiya ölkələri müstəqil idi. Qalan ölkələr isə müstəmləkə dövlətləri idi. 20-ci əsrin 60-cı illərindən sonra, yəni 1960-cı illərdə Afrika ölkələrinin bir çoxu mübarizə apararaq müstəqillik əldə edir və buna görə də həmin ili Afrika ili elan edirlər. Ölkələrin çoxu müstəqillik əldə elədiyinə görə. Afrika ölkələrindən ən sonuncu müstəqillik əldə edən ölkəmiz Cənubi Sudandır. 2012-ci ildə Sudandan ayrılmışdı. Cənubi Sudan paytaxtı Cuba şəhəridir. Cuba şəhəridir. Daha sonra Afrika ölkələrini region baxımından bölsək 5 hissəyə bölə bilərik. Şimali Afrika ölkələri, Cənubi, Şərqi, Qərbi və Mərkəzi Afrika ölkələrinə. İndi baxaq ilk növbədə Şimali Afrika ölkələrimizə. Şimali Afrika ölkələrimizə aiddir Mərakeş, Mavritaniya, Əlcəzair, Tunis, Liviya, Misir və Sudan. Bunlardan Mərakeş, Əlcəzair, Tunis, Liviya, Misirin Araq dənizinə çıxışı var. Sudanla Mavritaniyanın yoxdur. Bu hissədə bir dənə Qərbi Böyük Səhra adında dövlət var ki, müstəqillik hələ ki BMT tərəfindən tanınmayıb deyə tam müstəqil dövlət hesab olunmur, amma bəzi xəritələrdə ölkəni də göstərilir. Mərakeş, Əlcəzair, Tunisin ərazisində Atlas dağları yerləşir. Afrikada yeganə cavan dağ hesab olunur Atlas dağları və burada burada tropik xətti ilə kəsişən ölkələrimiz var. Yəni iki işıqlama qurşağında yerləşən Mavritaniyadır, Əlcəzairdir, Liviyadır, Əlcəzairdir, Liviyadır, Misirdir. Bu ölkələr tropik xətti ilə kəsişdiyinə görə iki işıqlama qurşağında yerləşirlər. Tropik işıqlama qurşağı və mülayim işıqlama qurşağına. Həmçinin Qrinviç meridianı ilə kəsişən burada Qrinviç meridianından kəsişən Əlcəzairdir, Şimali Afrikadan. Yəni 3 yarımkürədə yerləşən Şimali Afrikadan yeganə ölkə Əlcəzair hesab olunur. Əsasən Aralıq dənizinə çıxışı var dedik və burada turizm ehtiyatları turizm cəhətdən yaxşı inkişaf edib və sitrus meyvəçiliyi də burada yaxşı inkişaf edib. Sudanla Misirin həmçinin Qırmızı dənizə də çıxışı var. Misir yeganə dövlətdir ki, iki qitə və iki materikdə yerləşir. Misir həm Afrika materikində, həm də Avrasiya materikində yerləşir. Həm Asiya qitəsində, həm də Afrika qitəsində yerləşir. Bunun Asiya qitəsində yerləşən hissəsi Sinay yarımadası hesab olunur. Asiya qitəsində Avrasiya materikidir. Əsas hissəsi isə Afrika materikində yerləşir. Misirdə Nil çayının mənsəbi yerləşir ki, gəlir Aralıq dənizinə tökülür və qədim çay olduğuna görə qədim əkinçilik mərkəzi hesab olunur onun sahilləri. Həmçinin Misir piramidalarda Afrikanın milli mədəniyyətində tarixi mədəni abidələri kimi mühüm əhəmiyyət kəsb edən ərazilərdən hesab olunur və burada yerləşən ölkələrin bir hissəsi dünyanın ən böyük səhrası olan Sahara səhrası, Böyük Səhra indi deyirik, Səhranın ərazisində düşürlər. Liviyada Tripoli səhrası var ki, orada dünyada ən isti temperatur müşahidə olunmuşdu. Daha sonra gəldik növbəti burada Qərbi Afrika ölkələrinin şəkli təsvir olunub. Qərbi Afrika ölkələrinə daxildir Seneqal. Burada Seneqalın içərisində Qambiya dövləti var. Qviniyadır, Sierra Leone'dir, Liberiyadır, Côte d'Ivoire, Burkina Faso, Mali, Ghana, Benin, Togo, Nigeriya və Niger dövlətləridir. Bunlardan Burkina Faso, Mali, Niger dünya okeanına birbaşa çıxışı yoxdur. Qalan digər ölkələrin isə dünya okeanına çıxışı var. Bu ölkələrdən Mali, Burkina Faso, Togo, bura Togodur, burası Benin ərazisidir. Togo və Benin Qrinviç meridianı ilə kəsişən ölkələr hesab olunurlar. Yəni 3 yarımkürədə yerləşirlər. Tropik xətti ilə kəsişməsinə görə isə dedik ki, Mali tropik xətti ilə Mavritaniyadan sonra Mali tropik xətti ilə kəsişir. Yəni 3 işıqlanma qurşağında yerləşən ölkə hesab olunur.
Burada Nigeriyadır. Bu hissədə Mərkəzi Afrikadan Çaddır və aşağı hissədə Kamerun adında dövlətlər var ki, onların sərhədində bir dənə Çad gölü yerləşir. Çad gölü daxili axarsız göl olsa da şirin sulu hövzədir. Bunun səbəbi yeraltı axının olması ilə əlaqədar hesab edirlər. Ə, Axarsız göldür amma. Sonra burada bu ölkələrdən Liberiyanı deyə bilərik ki, Liberiya dəniz ticarətinə görə məşhurdur. Cənubi Amerikada, Mərkəzi Amerikada Panamadır, Afrikada isə Liberiya dəniz ticarətinə görə daha məşhur olan ölkələrdən hesab olunurlar. Sonra gəldik növbəti slayda. Bu slaydda Şərqi Afrika və Cənubi Afrika ölkələri təsvir olunmuşdur. Şərqi Afrika ölkələrindən Somali, Efiopiya, Uqanda, Kenya, Tanzaniya, Zambiyanı göstərə bilərik. Bunlardan Efiopiyadır, Uqandadır, bir də Zambiyadır. Dünya okeanına birbaşa çıxışı yoxdur. Yəni materik daxili mövqeyə malik olan ölkədir. Efiopiyanın buradan Cibuti və Eritreya, bu hissədən isə Somali qoymur ki, o dünya okeanına çıxsın. Eritreyadır, Cibutidir, Somalidir. Bunlar isə Qırmızı dənizə və yəni Hind okeanına çıxış əldə edən ölkələr hesab olunurlar. Burada ekvator xətti ilə Uqandadır, Kenyadır, Somalidir. Ekvator xətti ilə kəsişir. Yəni 3 yarımkürədə yerləşən ölkədir. Kenya ilə Efiopiyanın arasında Rudolf adında gölümüz var. Daha sonra burada Victoria gölümüz var ki, platformanın tektonik əyilmə sahəsində yerləşir. Yəni sınma deyil. Uqanda, Kenya, Tanzaniyanın arasında yerləşir. Əsas göllər. Sonra Tanganika gölümüz var. Burada Tanzaniyadır, Zambiyadır, Burundidir, Ruandadır və Konqonun ərazisində yerləşir. Və aşağı hissədə isə Niasa gölümüz var. Mozambikdir, Tanzaniyadır, Zambiyanın ərazisində yerləşən gölümüzdür. Tektonik sınmada yerləşirlər, yəni qraben mənşəli göllərdilər. Ona görə daha da uzunsov və dərin formaya maliklər bu göllərimiz. Sonra buradan dedik ki, dünya okeanı çıxışı olmayanlar da oldu. Efiopiya, Uqanda və Zambiya ölkələri. Cənubi Afrika ölkələrinə aid Namibiya, Botsvana, Car, Zimbabve, Mozambik, Madagaskar və burada Lesoto ilə Svaziland ölkələri var ki, bunlar anklav ölkələrdir. Carın anklavları hesab olunurlar. Carın içərisindədir. Afrikada yeganə inkişaf etmiş ölkə Car hesab olunur. Yəni inkişaf etmiş ölkələr qrupuna daxildir. Car. Materik daxili mövqeyə malik Botsvana ilə Zimbabve, Lesotho ilə Svaziland. Bunların dünya okeanına birbaşa çıxışları yoxdur. Burada səhra yerləşir. Namibiya səhrası yerləşir. Namibiya, Car, Carın ərazisinə, Namibiyanın ərazisinə düşür. Sonra Namibiya, Car, Botsvananın arasında Kalahari səhrası yerləşir ki, dünyada ən böyük qum düyünlərlə zəngindir. Carın ərazisində qızıl ehtiyatları var. Qızıl ehtiyatları çıxarılır. Almaz ehtiyatları, dəmir filiz ehtiyatlarına görə zəngindir. Neft ehtiyatına görə isə Afrikada Nigeriyadır, Angoladır, bu kimi ölkələr daha çox seçilirlər. Angola burada yerləşir, Nigeriya isə bu hissədə neft ehtiyatına görə daha çox seçilirlər. Və burada cənub tropik xətti ilə kəsişən ölkələrimiz var ki, yəni cənub tropik xətti ilə kəsişib 3 yarımkürədə 2 işıqlanma qurşağında yerləşir deməkdir. Namibiyadır, Botsvanadır, Cardır və buradan gəlir Mozambik və Madagaskar tropik xəttdən kəsişirlər. Yəni 2 işıqlanma qurşağı, tropik və mülayim işıqlanma qurşaqlarına düşürlər. Afrika materiki bir saniyə bunu keçirək növbəti slayda. Afrika materikində materik daxili mövqeyə malik olan, yəni dünya okeanına birbaşa çıxışı olmayan ölkələrimiz Mali, Niger, Çad, Mərkəzi Afrika Respublikası Mərkəzi Afrikaya aiddir. Burkina Faso Qərbi Afrikadan, Şərqi Afrikadan Efiopiyadır, Şərqi Afrikadan Zambiyadır, Cənubi Afrikadan Zimbabve, Botsvana materik daxili mövqeyə aiddir. Sonra burada anklav dövlətlərimiz olan Lesotho ilə Svaziland ölkələrimiz də materik daxili mövqeyə aiddir. Yəni birbaşa dünya okeanına çıxışları yoxdur. Daha sonra materik haqqında ümumi məlumat versək, deməli sonuncu dedik ki, müstəqilliyi əldə edən ölkəmiz Cənubi Sudandır. İlk müstəqilliyi əldə edənlərsə, yəni 20-ci əsrin əvvəllərində Liberiya ilə Efiopiya müstəqil dövlətləri idi. Ərazisinin çoxu İngilis, fransız və İspan xalqları tərəfindən işğal olunduğuna görə əsasən burada əsas danışıq dili də İspan, Portuqal dillər, fransız dilləri üstün təşkil edir. Əhalidə ilk cəhətdən
Üç irqə mənsub olan insanlar daha çoxdur. Şimal hissədə Avropa irqinin nümayəndələri də var ki, burada ərəb xalqları əsasən var. Afrikada ən uca boylu xalqlar savanna zonasında yaşayırlar, tutsilərdir. Ekvatorial meşələr təbii zonasında yaşayan xalqlar əsasən qısa boyludurlar. Bu xalqlara piqmeyləri göstərmək olar. Cənub hissədə isə Buşmen və Qotentot xalqı daha çox yaşayır. Afrikada ən inkişaf eləmiş ölkə dedik ki, Cardır, yeganə inkişaf etmiş ölkədir. Digər ölkələr isə bəzi hissələr sənaye cəhətdən, bəzi hissələr isə kənd təsərrüfatı cəhətdən daha çox inkişaf edib. Məsəl üçün, sənaye cəhətdən neft qaz ehtiyatına görə Anqoladır, Nigeriyadır, Liviyadır, Əlcəzairdir. Bu kimi ölkələr sənaye cəhətdən inkişaf edibsə, Efiopiyadır, Mərkəzi Afrikanın digər ölkələri isə əsasən kənd təsərrüfatı baxımından daha yaxşı inkişaf edib deyə bilərik. Və bugünkü gündə Afrikada müstəqil olan 57 ölkə var. Bir də burada ada dövlətimiz var. Santome Prinsipi adında ada dövlətimiz var. Ekvator xətti ilə kəsişir o da. 3 yarımkürədə yerləşir. Sonra Ekvatorial Qvineya var ki, özü materikdə yerləşir. Paytaxtı isə Ekvatorial Qvineya eyni adlı adada yerləşir. Adı Ekvatorial Qvineya olsa da ekvator xətti ilə kəsişmir bu ərazilər. Sonra Afrikaya daxil olan arxipelaq dövlətlər kimi göstərə bilərik. Burada Seyşel adalarını, Komor adalarını nümunə göstərə bilərik. Zənzibar adaları var, sonra Tanzaniya məxsus adalardır. Bunları göstərə bilərik. Burada Cabo Verde dövləti var, ada dövlətidir. Cabo Verde dövləti də Atlantik okeanda yerləşir, ada dövlətidir. Bunları göstərə bilərik. Daha sonra gəldik burada axırıncı slaydımız Afrika ölkələri haqqında. Burada Afrika ətrafında yerləşən adalar var ki, onların hara məxsus olduqları göstərilib, hansı ölkə. Madeira adaları Portuqaliyaya məxsusdur, Kanar adaları İspaniyaya məxsusdur. Yaşılburun adasında Cabo Verde dövləti yerləşir. Ekvatorial Qvineya adasında Ekvatorial Qvineyanın özü yerləşir və paytaxtı yerləşir və bir hissəsi də materikdə yerləşir Ekvatorial Qvineya. Santome prinsipi ekvator xəttindən kəsişir, 3 yarımkürədə yerləşən ada dövlətidir. Vozneseniya İngiltərəyə məxsus ada dövlətidir ki, Orta Atlantik silsiləsində yerləşir. Yəni vulkanik məşəl adadır. Müqəddəs Yelena da vulkanik məşəldir. Tristan da Cunha da vulkanik məşəl adalardır. Hind okeanında yerləşən adalardan buradan Seyşel adaları var. Eyni adlı dövlət yerləşir. Zənzibar adaları var ki, Tanzaniyaya məxsusdur. Mafiya adaları var burada Zənzibarın aşağısında. O da Tanzaniyaya məxsusdur. Komor adaları var. Elə Komor dövləti yerləşir. Sonra burada Maskarena arxipelağı var ki, Fransaya məxsus adalar qrupudur. Rodriguez, Mavriki və Reunion adalarından təşkil olunmuşdur. Madagaskar da ada dövlətidir və müstəqil ada dövlətidir. Madagaskarın özü yerləşir. Paytaxtı da Antananarivo şəhəridir. Afrika ölkələri haqqında da qısa məlumatımız bu qədər hələlik.